müşahidə edirsiniz? Sözün doğrusu bununla bağlı Trump'ın həqiqi fikri ilə bağlı dəqiq bir bəyanat eşitməmişəm ki, Amerika həmin o uzaq mənzilli silahlarla Rusiyanın vurulmasına əvvəlcə Bəli, məhdudiyyət açıq belə bir açıqlama vermir. Vermir, belə bir açıqlama yoxdur. Amma fikrimcə burada Avropa ilə Amerikanın razılaşmasının hələ açılmayan məqamları var. Bir halda ki, Avropa ilə Amerikanın razılaşması belədirsə ki, Avropa Ukrayna müharibəsinin maliyyə tərəfini öz üzərinə götürür, pulu ödəyir, Amerika silahlarını alır, Amerikanın silahları ilə vuruşurlar. Belə bir razılaşma varsa, onun 100% inanın ki, arxasında gizli razılaşmalar da var. Bu razılaşmaların da biri o ola bilər ki, Rusiyanın dərin nöqtələrinin tədricən vurulması taktikasını işləmək. Yəni, əvvəlcə məhdudiyyət qoya bilərlər ki, bu silahı veririk, məsələn, uzaq mənzilli raketləri, amma Moskvanı, daha dərin nöqtələri hələlik vurmaq olmaz. Amma vəziyyətdən asılı olaraq Qərbin mövqeyi dəyişə bilər. Ona görə də düşünürəm, əgər Trump konkret bir söz deməsə də, çox güman ki, yaxın vaxtlarda Rusiyanın dərin nöqtələrinin vəziyyətdən asılı olaraq vurulması üçün Ukraynaya icazə verə bilərlər. Həm də Zelenski ilə Trump'ın görüşü oldu. Görüşdən sonra Zelenskinin açıqlamaları da var. Birini ekrana gətirək istəyirəm, daha sonra fikrinizi alaq. Donald Trump'la keçirdiyi görüşdən sonra Ukrayna prezidenti Volodymyr Zelenski indi Trump'ın ona Putin'dən daha çox güvəndiyi qənaətinə gəlib. Hətta Zelenskinin sözlərinə görə Trump onun Putinin Avropaya hücum edəcəyi fikirləri ilə razılaşıb. Trump indi Putinə deyil, mənə güvənir. Putin Trumpla həqiqətən uzaq məlumatlar paylaşdı. İndi Trump mənə həqiqətən ondan çox etibar edir. Həmçinin Trump mənim Putinin Avropaya hücum üçün Ukraynada müharibənin bitməsini gözləməyəcəyi fikrimlə razılaşdı. Bəli, Putin Avropada NATO ölkələrində zəif yerlər tapmağa çalışacaq. Bunu etməyə çalışacaq. Bəli, Aydın bəy, razılaşdı da Trump nə edəcək bəs? Bir addım atacaqmı? Çünki sual ünvanlandı ona, Trump'a jurnalistin sualı oldu ki, bəs Avropaya gələn qırıcılar olsun, PUA-lar, dronlarla bağlı Amerika nə addım atacaq, vuracaqsınızmı onları? Dedi ki, vəziyyətdən asılı olaraq, situasiyadan asılı olaraq biz qiymətləndirəcəyik. Yəni bir qaçış cavabı idi. Nə edə bilər? Yaxın bir ayda bununla bağlı konkret fikrimizi deyəcəyik. Bir də bir ay dedi. Biz bu ay məsələsi, Trump'ın zaman məsələsi bir qədər müəmmalı olur adətən. Deməli, əvvəla bu məsələ Zelenskinin açıq-aşkar Putin üzərində diplomatik qələbəsidir. Çünki elə Trump'ın da üzərində diplomatik qələbəsidir. Əvvəlcə Trump da tamari bir mövqedə idi. Putinlə sona qədər anlaşmaq mümkün olacağını düşünürdü. Amma indi aydın olur ki, məsələ belə deyil və Zelenski də əvvəlki mövqeyindədir. Zelenski aylar öncə də deyirdi ki, Putinə inanmaq olmaz, Putin Avropaya hücum eləmək istəyir filan. Bu gün o vəziyyət onun dediklərini təsdiqləyir. Bu, birinci növbədə Zelenskinin həm Putinin üzərində, həm də Trump'ın üzərində diplomatik qələbəsidir. Zaman onun xeyrinə işlədi. İkinci bir tərəfdən Trump dəfələrlə Rusiyaya qarşı kəskin addımlar atılacağını bəyan edib. Həm Rusiyanın neftini alan ölkələrlə bağlı belə bəyanat verib ki, o ölkələrə çox ciddi sanksiyalar tətbiq eləyəcək, hələ ortada bir şey yoxdur. Putin əgər sülhə gəlməsə Ukraynada, mən ona elə zərbələr vuracağım ki, misli bərabəri olmayan. Bu cür bəyanatların ortada heç bir nəticəsi yoxdur və çox güman ki, Trump bu bəyanatların onun artıq reytingin əleyhinə işlədiyinin fərqinə varacaq və güman ki, Ukraynada yaranmış bu yeni şəraitdə hansısa yeni addımları atmaq haqqında düşünəcək. Mənim şəxsən gözlədiyim bundan ibarətdir ki, ilkin mərhələdə Trump Rusiyanın müəyyən içəri nöqtələrinin vurulmasına Ukraynaya icazə verə bilər. Hər halda Amerikanın Ukrayna məsələsində davranışları Trump'ın bu son bəyanatlarından sonra xeyli dərəcədə fərqlənmiş kimi ortaya çıxacaq. Əgər heç bir fərq olmasa, ortaya çıxsa, bu Putinin yenidən əks müqavimət cəhdlərini, gedişlərini gücləndirə bilər. Bu da həm Ukraynanın mənafeyinə uyğun deyil, həm Avropanın, həm də Amerikanın özünün. Buna görə də gözləmək olar ki, Trump artıq Rusiyaya təzyiq istiqamətində yeni əməli addımlar atacaq.